Axşamınız xeyir uşaqlar. Deməli, tabeli mürəkkəb cümlə, tabeli mürəkkəb cümlənin tərkib hissələrini bağlayan vasitələrlə bağlı testimizi işləyəcəyik. İlk öncə tabeli mürəkkəb cümlənin tərkib hissəsini bağlayan vasitələrlə tanış olaq. Bir yazmışam burada səhifədə tabellik bağlayıcıları, yəni ki, çünki, ona görə, o cümlədən, əgər, madam ki, indiki və s. kimi bağlayıcılar saya bilərik. 2. Sah şərt şəkilçisi və yaxud da sah şərt şəkilçisi və da ədatı. Deməli, buradakı da ədatı uşaqlar yadımızda saxlayaq. 3. M ədatı. Deməli, M ədatı öz sual funksiyasını itirib, burada baş budaq cümlənin tərkib hissəsinə bağlayan vasitə kimi işlənir. Yəni, sual intonasiyası yaratmır. 4. Belə ədatı, yəni M-da ədatı, belə də ədatı. 5. Bağlayıcı sözlər. Bağlayıcı sözlər isə sual əvəzlikləridir. Baş cümlə kvadrat işarəsi ilə işarə olunur. Budaq cümlə isə dairə işarəsi ilə, fiquru ilə ifadə olunur, göstərilir. Deməli, burada baş cümlə istər əvvəl gəlsin, istər sonda gəlsin. Bütün məqamlarda fərqi yoxdur. O, hər zaman baş cümləyə doğru yönlənir. Yəni, baş cümlə həmişə əsasdır. Deməli, uşaqlar, bağlayıcı sözlər dedim. Bağlayıcı sözlər hansılardır? Gəlin onun haqqında bir qısa məlumat verək. Deməli, bağlayıcı sözlər sual əvəzlikləridir. Bağlayıcı sözlərimiz hansılardır? Sual əvəzlikləri. Hara, kim, nə, nə qədər və s. Bunlar hətta ki ədatı ilə də işlənə bilər. Hara ki, nə qədər ki, nə vaxt və s. kimi sözlərimiz sual əvəzlikləridir ki, bunlara bağlayıcı sözlər deyirik. Tabeli mürəkkəb cümlədə baş cümlə, budaq cümlənin yeri haqqında məlumat verək. Nə zaman baş cümlə, nə zaman budaq cümlə birinci gələr. Deməli, tabellik bağlayıcıları ilə bağlandıqda, yəni ki, çünki əsasən bu bağlayıcıları deyirik, ona görə bu bağlayıcılarla bağlanan cümlələr cümlələrdə adətən baş cümlə birinci gəlir. İstisnası var bunun da. Ki bağlayıcısı həm baş cümlənin birinci gəlməsi, həm də budaq cümlənin birinci gəlməsi ilə qurulan cümlələrin tərkib hissəsini bağlayır. Deməli, bu da nə zaman olur, uşaqlar? Deməli, zaman məzmunu verən cümlələrin tərkibində işlənərsə, ki bağlayıcısı budaq cümlə birinci gələcək. Nümunə deyirəm. Evə təzəcə çatmışdım ki, işıqlar söndü. Burada təzəcə ola da bilərdi, olmaya da bilərdi. Biz bunu özümüz bərpa edə bilərik. Otağa girmişdim ki, arxadan məni səslədilər. Burada yoxdur. Otağa təzəcə, yenicə girmişdim ki, arxadan məni səslədilər dedikdə, burada ki, budaq cümlənin tərkibində işləndiyini gördük. Xəbəri də anda əndə fe'li bağlama şəkilçisi ilə xəbərli şəkilçisində dəyişə bilərik. Məsəl üçün deyirəm ki, otağa təzəcə girəndə arxadan məni səslədilər. Yenə də zaman məzmunu verir və bu cümlə budaq cümlə sayılır. Bu zaman deyirik ki bağlayıcısının bağlandığı cümlə birinci gələn cümlə budaq cümlə sayılır. Bu da istisnadır. Deməli, bir dənə də bir incə məqamı deyim sizə, uşaqlar, ipucu deyim sizə. Yadımızda qalsın ki, bağlayıcı vasitələr, yəni fərqi yoxdur. İstəyir tabellik bağlayıcısı olsun, istəyir şərt şəklin şəkilçisi olsun, istəyir M ədatı, belə ədatı və yaxud da bağlayıcı söz olsun. Bunu deyirəm, bağlayıcı vasitələr ki bağlayıcısından başqa hansı cümlənin tərkibindədirsə, o cümlə budaq cümlə sayılır. Bir də təkrar edirəm, ki bağlayıcısından başqa bağlayıcı vasitələr hansı cümlənin tərkibindədirsə, o cümlə
budaq cümlə sayılır. Ki bağlacısını dedik istisna. Adətən ki bağlacısı ilə bağlanan cümlələrdə baş cümlə birinci gəlir. Zaman məzmunu verən cümlələrdə isə budaq cümlənin birinci gəldiyini dedik, qeyd etdik. Deməli, uşaqlar, indi biz baxırıq testimizə. Birinci testlə başlayırıq. Deməli, birinci testimizdə nə deyir? Testimizə başlamamışdan əvvəl